təbiətdə sərbəst hərəkət etməsi dövlət tərəfindən qorunur. Şəhərlərdə bəzən maralların, tülkülərin və ya hətta qabanların gəzdiyini görmək adi haldır. İsveçlilər təbiəti qorumaqla yanaşı, həm də enerjini çox ağıllı istifadə edirlər. Ölkənin böyük hissəsi bərpa olunan enerji ilə işləyir. Külək, günəş və su elektrik stansiyaları hər bir bina istilik itkisinə qarşı xüsusi izolyasiyaya malikdir. Çox vaxt damlarda yaşıllıq və hətta kiçik bağlar salınır. Qış aylarında hava çox soyuq olsa da, İsveçlilər bunu problem kimi görmürlər. Əksinə, bu aylarda xizək, buz üzərində balıqçılıq və ya qarlı meşələrdə gəzinti əsas hobbilər sayılır. Yayda isə günəş demək olar ki, batmır, xüsusilə şimal bölgələrində. Gecələr belə sanki səhər kimi işıqlıdır. İsveçdə incəsənət və ədəbiyyat da dövlət səviyyəsində dəstəklənir.